Gəlin 1-ci Korinflilərə 9-cu fəsil 25 ayədə yazılmış Allahın sözünə baxaq. Bir gün biz əbədi səma səltənətinə girəcəyik. Müqəddəs kitab bizə öyrədir ki, göyün qapısı geniş açıldıqda və göyə doğru irəlilədikdə böyük izzət alacağıq. Burada verilən sözlər arasında deyilir ki, yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq. İki növ tac var, tez xarab olan və əbədi olan. Bu səbəbdən əbədi qalacaq tacı əldə etmək üçün çalışmalı olduğumuz yazılıb. Biz bu pozulmaz tacı qorumalıyıq. Gəlin 26-cı ayəyə nəzər salaq. Beləliklə, mən də məqsədsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram. İstədiyimiz kimi yaşamaq əvəzinə əbədi həyat tacımı necə qoruya bilərəm? Nə etməliyəm, deyə düşünməliyik. Allaha necə izzət verə bilərəm? Allahın adının izzətini Samariyada və yer üzünün ucqarlarına necə parlaqlıqla göstərə bilərəm? Bu şəkildə hərəkətlərimizlə Allahı necə məmnun edəcəyimiz barədə düşünməliyik. Məqsədsiz qaçmaq və ya havaya vurmaq necə də mənasızdır. Məqsədini bilmədən nəyisə qorumaq mənasızdır. Əvvəlcə nəyi qorumaq lazım olduğunu anlamalı və bilməliyik. Beləliklə, burada belə yazılıb. Beləliklə, mən də məqsədsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram. Mən əbədi həyatı və səmavi padşahlığı qorumalıyam. Mən Allahın mənə göylərin padşahlığını verəcəyi vədinə inanmalıyam. İmanımı qorumalıyam. Həqiqəti qorumalıyam. Bu, qorumağa çalışmalı olduğumuz əsasdır. Özümüzü buna həsr etməliyik. Heç vaxt qabığın özünə aldanmamalı və ya ona aldanmamalıyıq və nəticədə mahiyyəti itirməməliyik. Çox sağ olun.